Radioda Danışır Mədəniyyət verilişi efirdədir. Verilişimiz Mədəniyyət Nazirliyi və Asan Radionun birgə layihəsidir. Aparıcınız mən Aynur Kərimova. Əziz dinləyicilər, biz həm də Asan Radio və Mədəniyyət Nazirliyinin rəsmi Facebook səhifəsindən canlı yayım aparırıq və suallarınız, şərhləriniz bizim üçün çox önəmlidir. Hər verilişdə qonaqlarla birlikdə mədəniyyətin müxtəlif strateji mövzularını müzakirə edirik. Bu gün İncəsənət məktəb və mərkəzlərində təhsil sistemi haqqında müzakirələr aparacağıq və verilişimizin qonağı Mədəniyyət Nazirliyinin Elm, Təhsil və Gənclərlə İş sektorunun müdürü Muraz Məmmədovdur. Muraz müəllim, xoş gəlmisiniz studiyaya. Sizi studiyada görməkdən böyük məmnunluq duyuruq. Son illərin çox aktual mövzularından biri təhsil, mədəniyyət təhsili və incəsənət təhsilidir. Bu təbii ki, hər birimizin çox həssas bir yeridir. Çünki uşaqların inkişaf etdirilməsi, onların psixologiyasının, onların tam bütöv bir şəxsiyyət kimi yetişməsində musiqinin, incəsənətin, ümumiyyətlə mədəniyyətin bütün sahələrinin böyük rolu var və o ki olsun, söhbət əgər klassik təhsil sistemindən gedirsə. Və son illər bu təhsil sistemi də transformasiya təbii ki uğrayır. Amma İlk öncə mən istəyərdim ki, biz bu məktəblərin ümumiyyətlə mədəniyyət sistemində, mədəniyyət təhsili sistemində rolundan bir sizinlə danışaq. Siz bunu necə görürsünüz? Təşəkkür edirəm Aynur xanım, sualınıza görə. İlk öncə bildirmək istərdim ki, İncəsənət məktəb və mərkəzləri ölkənin mədəni mühitində çox əhəmiyyətli olan malikdir. Hansı ki, burada biz gələcəkdə hansısa bir musiqiçinin və yaxud da ki, peşəkar bir rəssamın ilkin baza təhsili həmin məktəblərimizdən gəlir. Yəni onlar burada təhsil almadıqları halda növbəti təhsil pillərinə keçə bilmirlər. Bu isə peşəkarlığın davam etdirilməsi üçün ilkin baza rolunda çox vacib rol oynayır. Əlavə olaraq məktəb və mərkəzlərimizdə həm də kurslar və dərnəklər fəaliyyət göstərir ki, bunlar da həvəskar olaraq yaradıcılığa marağı olan bizim gənclərimizin istedadının inkişaf etdirilməsinə yönəlir. Demək, əsas professional baza bu mərhələ olmadan daha sonra sən konservatoriya, daha sonra daha professional səviyyəyə keçə bilməzsən. Bəli, çünki ilkin baza təhsil olaraq biz hansıları ki, şagirdlərimizə hazırda 53 min şagird sistemdə dövlət sifarişindən təhsil alır və onlara 11.500-ə yaxın bizim müəllimlərimiz istedadının inkişaf etdirilməsi istiqamətində çalışır. Yəni, onların hər biri çalışırlar ki, buradan verilən baza təhsil onların növbəti pillələrə keçid üçün tam olaraq əhatəli olsun və artıq 237 musiqi və incəsənət məktəbi ölkənin müxtəlif ərazilərində fəaliyyət göstərir. Demək, bunun son məqsədi olaraq, bu baza təhsilin son məqsədi əslində indiyə qədər kifayət qədər iş yerləri olan klassik musiqi demək mənbələri, nə bilim rəssamlıq və s. burada işlə təmin etmək üçün kifayət qədər yüksək professional səviyyəli kadrların hazırlamağının başlanğıcıdır. Bəli, bu başlanğıc rolunu oynayır, ilkin baza rolunu oynayır. Daha sonra onların əmək münasibətləri artıq onların növbəti təhsil pillələrinin yekunlaşdırılmasına uyğun olaraq başlayır, amma bizdə belə hallar da var ki, hər musiqi məktəbində təhsil alan şagird sahə üzrə öz təhsilini peşəkarlıq fəaliyyətini davam etdirmir. Daha çox bizim bu ilki buraxılışımız. Bu artıq tamam bir başqa mövzudur. Çünki yəni əslində hər bir şagirdin, hər bir uşağın təhsil almağı kifayət qədər enerji sərf olunur, kifayət qədər maddi yatırımlar sərf olunur və bunun son nəticəsi bizim üçün hansıdır, hansı məqsədi biz öz qarşımızda qoymuşuq? Biz cari tədris ilində 7800-ə yaxın musiqi incəsənət məktəblərindən buraxılış məzunumuz olub, lakin onlardan cəmi 350 nəfərə yaxını incəsənətin müxtəlif ixtisasları üzrə öz peşəkarlıq fəaliyyətini davam etdirib, yəni ali və yaxud da ki, təqribən demək çox kiçik bir faiz. 5%-ə yaxın hadisə olaraq, digərləri daha çox hansısa bir digər ixtisaslara, iqtisadçı, həkim və s. yönəldilibdir. Bu da göstəricidir ki, burada artıq təhsil və həvəskar olaraq məşğul olmaq istəyənləri konkret olaraq görmək olur ki, yəni hər təhsil alan sonda peşəkarlıq səviyyəsi üzrə digər təhsil pillələrində öz fəaliyyətini davam etdirmir və daha çox başqa istiqamətlərə yönəlirlər. Və burada da əsas məqsəd elə bəlkə də həmin o peşəkarlığa yönəlməkdir. Necə düşünürsünüz? Yəni bu təhsil maksimum səviyyədə verilməlidir ki, biz sonda o yaxşı nəticəni alaq. Bəli, bununla bağlı Mədəniyyət Nazirliyi tərəfindən xüsusilə kifayət qədər həm təbliğat, həm təşviqat ki, bizim gənclərimiz bu sahəyə daha çox maraq göstərsinlər və daha sonra öz peşəkarlıq fəaliyyətlərini davam etdirsinlər. Lakin yenə də bizdən asılı olmayan səbəblərə görə, yəni biz 6, 7, 8 yaşında şagirdləri qəbul edirik. Onlar artıq 17-18 yaşında ali təhsil müəssisələrinə müraciət etdikdə tamam başqa fikirlərdə olurlar. Ola bilər ki, biri yaxşı
mühəndis kursdan olur, bitirsə belə, həkim amma olur, bəli, kimsə mühəndis və həkim digər başqa sahələrə sahələrə yönəldirlər özlərini. Demək, bunu çeşidləmək lazımdır hökmən öncədən. Yəni əslində bu dövlət vəsaitinin planlanmasında, ümumiyyətlə bunun idarə olunmasında da bu çeşidlənməni, bu analizi bu öncədən planlamanı hökmən nəzərə almaq lazımdır. Bəli, əlbəttə ki, buraxılış sayına uyğun olaraq daha çox şagird qəbul aparılır. 7000-dən artıq bizim bu dediyim kimi şagirdimiz məzun olub və 7000-dən artıq da şagird sistemə dövlət sifarişi əsasında yenidən qəbul edilibdir. Bunun özü də böyük bir rəqəmdir. Beynəlxalq təcrübədə demək olar ki, dövlət tərəfindən əlavə olaraq maliyyələşdirən bir incəsənət məktəb modeli çox az nadir ölkələrdədir. Azərbaycan da həmin nadir ölkələrdən biridir ki, bu sahəyə diqqət və qayğı göstərir. Dünya praktikasında bu çox nadir hallarda olur. Nadir hallarda olur. Çox maraqlı. Daha çox bu ümumi təhsil bazası səviyyəsində keçilir musiqi sahələri üzrə və yaxud da ki, özəl fərdi qaydada keçirilən dərslər olur. Yəni məndə də məlumat var ki, bu daha çox özəl sektorda kifayət qədər inkişaf elətdirir. Çünki bu təhsilin özü sadə təhsil deyil, kifayət qədər çox komponentlidir. Eyni zamanda demək olar ki, fərdi təhsil sahəsidir. Bəzən şagirdlə üzbəüz tək məşğul olmaq lazımdır. Tək məşğul olmaq lazımdır. Həm də burada təhsildən əlavə, yəni peşəkarlıq fəaliyyətindən əlavə biz gənclərin və uşaqların həm də ki, bədii estetik zövqünün formalaşdırılması, onların asudə vaxtının səmərəli təşkil edilməsi və yaxud da ki, onların ümumi dünya görüşünün zənginləşdirilməsi istiqamətində də biz işlər görürük ki, yəni bu sahəyə şagirdlərin cəlb olmasından həm də digər sahələrdə də əgər sonunda ifaçı olmasalar, peşəkarlıq fəaliyyətini davam etdirməsələr belə digər nəticələri əldə edirlər. Yəni əslində bunun böyük pozitiv tərəfi odur ki, yəni musiqi təhsili əslində çox güclü bir insani bazadır, humanitar bazadır. Bu da verilir həmin o şagirdlərə. Yaxşı, bəs bu məktəblərdə hansı istiqamətlər üzrə təhsil aparılır? Ümumi olaraq əsas fəaliyyət musiqi, rəssamlıq və xoreoqrafiya olmaqla 3 istiqamətə bölünür. Təbii ki, bunların da özünün musiqi, rəssamlıq və xoreoqrafiya. Bunların da təbii ki, özünün alt başlıqları var. Musiqi sahəsində qeyd etdiyiniz kimi klassik, fortepiano və digər simli alətlər, xalq çalğı alətləri, nəfəs alətləri və səsə uyğun olaraq xanəndəlik, musiqi və estrad oxuma istiqamətləri üzrə ixtisaslar üzrə təhsil verilir. Daha sonra bizim çox genişdir əslində. Əlbəttə genişdir hər bir sahə. Mən təsəvvür edirəm bunun pedaqoji baxımından bunu təmin etmək nə qədər vəsait və enerji sərf eləmək lazımdır ona. Bundan başqa rəssamlıq istiqamətində biz həm rəssamlıq, həm də heykəltaraşlıq istiqaməti üzrə də təhsil veririk ki, burada da həm plastik bacarıqların ilkin bazasının formalaşdırılması, həm də rəssamlıqla təsvir sənətlə bağlı onların ilkin bazasının formalaşdırılmasına xidmət edir. Daha sonra xoreoqrafiya ilə bağlı bizdə bildiyiniz kimi həm də Bakı Xoreoqrafiya Akademiyası fəaliyyət göstərən Nazirliyin tabeliyindəki bu həm ilkin baza təhsilinin verilməsi, həm digər təhsil pillələrində artıq peşəkar rəqqasın və yaxud da ki, peşəkar bir rəqs müəlliminin yetişdirilməsinə yönəlib. Bəli, burada həm bakalavriat səviyyəsi, həm magistratura, həm doktorantura təhsilin hər bir pilləsi üzrə təhsil verilir. Həm də bizim musiqi məktəblərində olan xoreoqrafiya ixtisası üzrə də ilkin baza olaraq milli rəqs, müasir rəqs və yaxud da ki, klassik rəqs üzrə dərslər tədris olunur şagirdlərə. Amma ümumi olaraq məktəblərimiz də iki istiqamətə bölünür hazırki vəziyyətdə. Musiqi və incəsənət məktəbi olmaqla. Musiqi məktəblərində daha çox bizim musiqi istiqaməti üzrə, ixtisasları üzrə dərslər tədris edilir. Lakin incəsənət məktəblərində isə bizim həm də musiqidən yanaşı rəssamlıq və xoreoqrafiya və ixtisasları üzrə dərslər tədris olunur. Amma təbii ki, qarşıda duran hədəf hər birinin incəsənət məktəb və mərkəzi modelinə gətirilməsi. Yəni əgər bir yerdə yalnız musiqi istiqaməti üzrə məktəb varsa və orada rəssamlığa kifayət qədər tələbat varsa, həmin yerin də rəssamlıq şöbəsinin açılması kimi qarşıda duran hədəflər var. Ümumiyyətlə hədəfdə bu istiqamətləri bir yerdə, bir modul şəklində birləşdirmək ideyası varmı? Bəli, ümumi olaraq vahid konsepsiya aparılırmı ümumiyyətlə? Vahid konsepsiya ümumi olaraq fikirləşilir ki, bunların hər biri incəsənət məktəb və mərkəz modelinə gətirilməlidir və biz hazırda 33 ixtisas üzrə təxmini olaraq 33 ixtisas tədris aparılır və qarşıda duran hədəf bunların daha da artırılması, dizayn istəyir olsun, istəyir dekorativ tətbiqi sənət olsun, istəyir rəqəmsal musiqi texnologiyaları dərslər olsun, yəni müasir yeni ixtisaslarında gətirilməsi qarşıda hədəf kimi. Çağırışlar var, kifayət qədər yeni demək ixtisasların yaranması, yəni bu da əslində bir progresin. Bəli, yeni ixtisasların yaradılması istiqamətində də artıq ilkin işlərə başlanılıb və yeni tədrisin planlaşdırılması nəzərdə tutulur.
Muraz müəllim, çox sağ olun, çox maraqlı söhbət edirsiniz, amma bizim çox kiçik bir fasiləmiz var. Bir neçə dəqiqədən sonra sizinlə geri dönürük və söhbətimizi davam etdiririk. Omid mağazalarından möhtəşəm indirim. Neod su qızdırıcı 24 kilovat indi 110 manat deyil, 89 manat. Gülbənz Missitil 47 manat 90 qəpik deyil, cəmi 31 manat 90 qəpik. Omid xeyli alış-verişlər. Asan Radyo'da reklam. Şok, şok, şok. 25 kilogramlıq Fabkim keramika yapıştırıcısı 7 manata değil, 4 manat 90 qəpik. Hər kisədə ustama hədiyyə kuponu var. Fab faydasını alanlar bilər. Məhsulu bütün inşaat mağazalarından ala bilərsiniz. Eynəklə vidalaşmaq vaxtıdır. Ağrısız, bıçaqsız lazer texnologiyası artıq Batı gözdə. Kampaniya ilə gələnlərə ilkin müayinə 50% endirimlə. Ətraflı məlumat üçün Ulduz 4033. 25 illik yubiley ərəfəsində Matanat A keramika yapıştırıcısı artıq hibrid texnologiyasında istehsal olunur. Nano texnologiyası ilə zəngin polimerləşdirmənin birgə gücündən yaranan Matanat A hibrid keramika yapıştırıcısı yüksək möhkəmlik, güclü yapışqanlıq və istifadə rahatlığı deməkdir. Tiksotropikdir. Şaquli səthlərdə sürüşmə ehtimalı yoxdur. İstehsal prosesində zəngin polimerləşdirmə və nano zərrəciklərin əsas xam mala absorpsiya olunması hibrid texnologiyasını şərtləndirir. Matanat A hibrid keramika yapıştırıcısı. İki gücün birləşməsi. Park Akademi, Bakının elit mərkəzində premium yaşayış. Hüseyin Cavid Parkının yanında çıxarışlı və geniş mənzillər, elegant mimarlıq, sakitlik və hər mərtəbədə sadəcə 2 mənzil. Ətraflı 010 414 1010. Asan Radyo'da reklam. 050 60 06 100. Bravo'da 15 oktyabr tarixinədək super manat günləri. 2 kilogram şan Hindistan basmati düyü 6 manat. 1 litrlik yonca qarğıdalı yağı 5 manat. Super qiymət, super qənaət üçün. Bravo. Doğru seçim. Asan Radyo və Mədəniyyət Nazirliyi təqdim edir. Danışır Mədəniyyət. Əziz dinləyicilər, bir daha hər birinizi salamlayırıq. Danışır Mədəniyyət verilişi davam edir. Aparıcınız mən Aynur Kərimova. Xatırladım ki, verilişimiz Mədəniyyət Nazirliyinin təqdimatı ilə Asan Radioda yayımlanır və hər verilişimizdə mədəniyyətin strateji mövzularını müzakirə edirik. Bugünkü mövzumuz çox aktual bir mövzudur. İncəsənət məktəb və mərkəzlərində təhsil sistemi haqqında müzakirə aparırıq və verilişimizin qonağı Mədəniyyət Nazirliyinin Elm, Təhsil və Gənclər İş Sektorunun müdürü Muraz Məmmədovdur. Muraz müəllim, demək biz fasilədən öncə incəsənət məktəb və mərkəzlərində ümumilikdə mədəniyyətin rolu haqqında müzakirə apardıq və siz istiqamətləri sayınız çox maraqlı və bu istiqamətlərin artıq ildən zənginləşməyini də qeyd etdiniz. Mənə maraqlıdır. Biz bu müzakirələri çox aparırıq və Azərbaycan ümumiyyətlə öz əhalisinə görə gənc bir dövlətdir. Gənc insanlar çoxdur, uşaqlar çoxdur və bu hamı üçün aktualdır. Ümumiyyətlə şagirdlərin qəbulu hansı qaydada həyata keçirilir? Çünki biz bilirdik ki, bu Sovet təhsili dövründə bir qədər fərqli qaydalar idi, amma indi biz biraz qaydalara dəyişiklik gətiririk. Bəli, artıq biz şagirdlərin Naxçıvanla birgə ilk dəfə olaraq qəbulunu tam olaraq elektron qaydada, elektron sistem üzərindən aparırıq və elektron müraciət 18800 bu il şagird qəbulunda 18800 elektron müraciət qeyd alınmışdı ki, onlardan da 16 böyük maraqdır əslində, 18800 böyük bir segmentdir. Yəni biz elektron sistemləri formalaşdırana qədər bu müraciət sayı 9-10 minə qədər idi. Yəni biz kifayət qədər də əlçatanlığı artırmışıq, bəlkə vətəndaşlar müraciət edə bilirlər, daha rahat. Yəni bundan öncə nə idi? Valideyn demək ərizələri yığırdı, nə bilim sənədləri yığırdı. Bəli. Məlumat hardan alınırdı, bəlli olmurdu və s. amma indi isə bu tam elektron bir sistemə keçir. Tam elektron formatda həyata keçirilir və əlçatanlıq da kifayət qədər artırılıb. Və elə bu əlçatanlıqdan qeyd etdiniz. Mənə elə gəlir ki, burada əsas elə faktor məhz rəqəmsallaşma ilə bağlıdır. Çünki mən bilirəm ki, bununla bağlı çox ciddi bir sistem yaradılıb. Bu sözü çox işlədirik, amma əslində bu gerçəkdən belədir. Analogiyası olmayan bir sistemdir. Musiqi məktəbləri üçün yaradılmış xüsusi image sistemidir. Bunu istəyərdim
bir qədər bizim izləyicilərə açıqlayasınız. Bəli, bildiyiniz kimi Mədəniyyət Nazirliyinin e-Culture rəqəmsal inkişaf strategiyası çərçivəsində bütün fəaliyyət istiqamətləri üzrə bütün struktur bölmələri tərəfindən rəqəmsal transformasiya işləri həyata keçirilir. Bunlardan da biri də məsələ elm təhsil və gənclər sektoruna aid olan İncəsənət məktəb və mərkəzlərinin rəqəmsal idarəetmə platformasına gətirilməsidir. Onların fəaliyyətinin rəqəmsal idarəetmə platformasına gətirilməsi. Burada da yaradılmış bizim Burada hansı fəaliyyətləri siz gətirirsiniz? Biz ümumi olaraq məktəblərin fəaliyyətini əhatə edən bütün fəaliyyəti gətiririk. İdarə etmədən tutmuş. İdarə etmə, onların məlumat bazası. Bizim sistemimiz həm vahid məlumat bazası rol oynayır, həm onların idarə edilməsində yaxın iştirak edir, həm də ki bunlardan detallı analitik təhlillərin çıxarılması. Bu da çox vacib bir meyardır. Çünki analitik təhlillərə əsasən daha düzgün və dəqiq, obyektiv qərarlar qəbul etmək olur. Son bir ildə özümüz şahidi olmuşuq. Nə qədər faktlar üzə çıxdıqca, məsələn, analitika ilə bağlı, yəni bunu idarə etmək, planlaşdırmaq nə qədər rahat olur, nə qədər şəffaf olur. Bizdə artıq indi yaxın günlərdə yəqin ki, ictimai ilə bağlı daha geniş bir modullar üzərindən bizim məlumat vermələrimiz olar, amma biz artıq elektron jurnal, elektron gündəliklə bağlı da məsələlərin demo versiyası artıq hazırlanır, istifadəsinə bağlı hazırlıqlar gedir. Bundan başqa tarifləşmə. Bu artıq sınaq mərhələsindədir. Yəqin ki, sınaqlar, testlər keçirilir. İstər tarifləşmə cədvəlinin elektron qaydada təsdiq edilməsi olsun, istər dərs cədvəli olsun, istər şagird-müəllim əlaqəsinin birləşdirilməsi olsun. Yəni təhsil məsələ analitik idarə etmə sistemi incəsənət məktəblərinə aid olan bütün fəaliyyəti, şagird qəbulu, müəllim qəbulu, direktor və direktor müavinlərinin işə qəbulundan onların ümumi inzibati idarə etməsinə qədər bütün fəaliyyətlərini tam olaraq əhatə edə bilir və izləyə bilir və onlardan bizə daha dəqiq və detallı analitik təhlillər verir. Demək, sistemin tam fəaliyyəti həmin bu sistem üzrə qurulan bu elektron sistem platforma üzərindən tamamilə izlənilir. Bəli, bəli. Və zəif bəndlər, güclü bəndlər, bunlar hamısı göz önündə. Əlbəttə ki, aşkar edilir. Biz həm də ki, bizim şagirdlərimiz haqqında, müəllimlərimiz haqqında da kifayət qədər məlumat bazası formalaşdıra bilirik. Hətta bildiyiniz kimi hazırda Uşaq İncəsənət Festivalı keçirilir və Uşaq İncəsənət Festivalında belə biz artıq bölgələrin real marağını kəşf edə bilirik ki, 25 minə yaxın bu il Uşaq İncəsənət Festivalı üçün müraciət olub. Orada da bildiyiniz kimi həm fərdi, həm kollektiv müraciətlər olub. Hətta orada da bizim iki yerə bölünən bir müraciət formamız var idi. Həvəskar və peşəkar. Peşəkar olan şəxslər daha çox musiqi məktəbində, incəsənət məktəbində bu sahə ilə məşğul olan şəxslər kimi qiymətləndirilib. Çünki bu da 17 yaşa qədər olanlardır və kimin peşəkar olmağına belə təhsil məsələ analitik idarə etmə sistemi üzərindən gələn məlumatlara əsasən qənaətlər hesab etmişik. Yəni bunu ayıra bilmişik. Kim bizdə oxuyur, artıq təhsil alır, kimin ümumi bir sahə üzrə təhsil olmadan buna qoşulur. Yəni bir yerdə onlara rəqabət aparması, tam dəqiq informasiya və hansı bölgədə hansı ehtiyaclar var. Yəni biz artıq Uşaq İncəsənət Festivalı üzrə gələn müraciətlərin təhlillərindən də bu qənaətə gəlirik ki, hansı bölgədə bizim hansı ixtisaslara daha çox maraq var, daha çox istedad var, daha çox tələbat var və həmin istiqamətdə də təhsilin aparılmasında da işlərin gelişib. Paralel olaraq bir analitik bir demək araşdırma mövzusudur. Bəli, bizə artıq məlum olur ki, hansı bölgədə hansı ixtisaslar üzrə maraq daha çoxdur, istedadlar daha çoxdur. Potensialı güzəldirmək potensial lazımdır. Bəli, əlbəttə ki, bu digər ixtisasları da istisna etmir. Digər ixtisaslar üzrə də təbliğat və təşviqatlar aparılır, amma hansı bölgənin daha çox hansı istedada bağlı olduğunu daha dəqiq görürük. Bunlar çox gözəldir. Yəni rəqəmsallaşma, bu platformaya keçmə, bu yəni bizim işimizi də çox asanlaşdırır. Amma bax bizi indi bizim izləyicilər dinləyir, valideynlər dinləyir, gənclər dinləyir. Bax məhz valideyn və uşaqlar üçün bu sistemin hansı üstünlükləri yaranıb? Yəni sırf biz praktik danışsaq. Biz əvvəllər valideynlər tərəfindən fikirləşsək, yəni bildiyiniz kimi Mədəniyyət Nazirliyinin My Culture, White Chance Cabinet modeli artıq tətbiq edilir. Yəni bir kabinet üzərindən, yaradılmış bir kabinet üzərindən Mədəniyyət Nazirliyinin istənilən sahədə xidmətlərindən istifadə edə bilirsiniz. Yəni siz heç bir yerə getməli deyilsiniz və yaxud da ki, məktəb axtarmalı deyilsiniz, hardadır, musiqi məktəbi var, yox, hansı ixtisaslar var. Bunların hamısı sizə tam elektron formada. Həm də ki, burada şəffaflıq prinsipləri də qorunur ki, yəni ola bilər siz müraciət edirsiniz, yerin olub-olmamağını belə müəyyən edə bilməlisiniz. Amma artıq sistem qarşınızda konkret olaraq həm seçim edə bilirsiniz, həm ixtisasları görürsünüz. Cəmi bir neçə saniyədə. Cəmi bir neçə saniyədə, bəli. Həm vaxta qənaət, həm də ki, əlçatanlıq kifayət qədər artırılır. Siz heç bir yerə getmədən Mədəniyyət Nazirliyinin xidmətlərindən istifadə edə bilirsiniz. Vaxta qənaət edirik, tam şəffaf bir formada və eyni zamanda hansı ehtiyaclar hardadır, yəni onu anında biz özümüz üçün bəlli edirik. Çox gözəldir əslində.
Və təbii ki, Azərbaycan istedaddan çox zəngin bir ölkədir. Amma bəzən istedadı yəqin ki, dəyərləndirmək lazım olur, ölçmək, qiymətləndirmək olur. Hansı mexanizmlər bununla bağlı tətbiq olur? Mənə çox maraqlıdır. Çünki Azərbaycanda musiqiçi, ümumiyyətlə mədəniyyət sahəsində məşğul olan uşaqlar üçün. Bununla bağlı ümumi olaraq bildiyiniz kimi Mədəniyyət Nazirliyi tərəfindən kifayət qədər müsabiqə və festivallar keçirilir. Bunlardan da böyük bərk qeyd etdiyim kimi Uşaq İncəsənət Festivalı idi ki, hansı ki biz orada artıq hansı sahə üzrə istedadların olduğunu konkret olaraq həm üzə çıxarda bilirik, həm də ki, onları mükafatlandıra bilirik. Onlar üçün bir motivasiya olur qaliblərin mükafatlandırılması və yaxud da ki, digər sahələr və yəni çox erkən yaşlarında səhnəyə çıxmaq, bu performansı göstərmək, bunlar həm uşaqların yaddaşı üçün, həm də onların emosional dolğunluğu üçün çox gözəl bir bəli, və daha sonra da biz onları əlbəttə ki, izləyirik. Onlar bizdə məlumat, bəli, biz hazırda bildiyiniz kimi yeni keçirilən Uşaq İncəsənət Festivalında və yaxud da ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilən kifayət qədər geniş layihələrdə həmin Uşaq İncəsənət Festivalının qaliblərinin iştirakını təmin edirik. Yəni, onlar gəlirlər, hələ də bu sahə ilə məşğul olmağı göstərirlər. Yəni, əvvəlki ilin qalibləri, bu ilin də qalibləri növbəti tədbirlərdə mərhələ şəkildə olar da. Bəli. Yeri gəlmişkən bizim demək olar ki, bütün tədbirlər, məsələn, şəhər günlərində, hansısa mədəni tədbirlərin hamısında ayrıca UEF-in özünün bir güşəsi olur. Kitab sərgimizdə də hazırda keçirilən kitab yeri gəlmişkən kitab sərgisində mən çox israrla sabah istirahət günləridir, 6 bazar kitab sərgisi. Uşaqların mənə elə gəlir orada iştirak etmək çox gözəl bir şeydir və həmin o ilə Uşaq İncəsənət Festivalının üzvləri də orada iştirak edirlər, öz istedadlarını nümayiş etdirirlər. Həm də davamlılıq təmin olur, motivasiya olur və onlar bu sahədən ayrılmaq istəmirlər artıq. Başqa sahəyə, daha çox bu sahə ilə məşğul olmaq istəyirlər. Yəni, əgər onların istedadı o sahədirsə, biz onu inkişaf elətdiririk. Çox gözəl, yəni bu mexanizmlərin olmağı əslində vacibdir. Bəs kütləvi media ilə birgə belə bir layihələr fikirləşirsinizmi, düşünürsünüzmü? Bunu necəsə inteqrasiya etmək, məsələn, istedadlı uşaqların tapılmasında. Əlbəttə. Əslində var belə platformalar. Amma gələcəkdə yəqin ki, siz bunu müzakirə edirsiniz ki, belə yaxşı mexanizmlər işləsin. Həmin elə təhsil müəssisələrinin iqtisadi sistemi demək olar ki, bu sahə ilə məşğul olan və olmaq istəyən şəxslərlə bağlı bir bazar rolunu oynayır ki, oraya müraciət edib hər hansısa bir səbəbdən imtahan nəticəsinə görə olsun və yaxud da ki, hər hansısa digər yüksək nəticəli şəxsin qəbul olması səbəbilə olsun, qəbul olmayan şagirdlərin belə istedadlı olduğunu bilirik və onları biz sistemimizdə onlar haqqında məlumatları da daimi saxlayırıq. Və daim də, yəni ki, sistem o vaxt yaxşı işdir ki, daim seçimlər təklif eləyir. Yəni ki, bizdə də məhz bu sistemdə daim seçimlər var. Bu professional təhsillə yanaşı, həm də həvəskar təhsil ola bilər, bu müəyyən platformaların verilməsi və s. ola bilər. Və yekun olaraq çox təəssüf ki, bizim vaxtımız artıq bitmək üzrədir. Yekun olaraq mən sizin fikrinizi öyrənmək istəyirdim. İncəsənət məktəblərinin inkişafı üçün hansı əsas yeniliklər gözlənilir? Məsələn, valideynlər, uşaqlar nələri gözləsinlər? İncəsənət məktəblərinin inkişafı üçün ilk olaraq yeni müasir ixtisasların gətirilməsi, onların beynəlxalq təcrübələrə uyğunlaşdırılması və təhsil keyfiyyətinin artırılması məqsədi ilə daha ölçülə bilən, yenilənmiş tədris proqramlarının hansı ki biz uşaqlara nəyi öyrətməliyik, necə öyrətməliyik ki, daha düzgün olsun. Bu istiqamətdə artıq 6 tədris proqramımız yenilənib. Yeni fortepiano dərsliyinin hazırlanıb. Yer gəlmişkən, bu da ciddi problemdir. Yəni, o proqramlar kifayət qədər... Hətta Azərbaycan bəstəkarlarının da əsərlərində da kifayət qədər yer verilibdir və yeni dərsliklərin hazırlanması istiqamətində də işlər aparılır. İlk dərsliyin ilin sonuna qədər təqdim edilməsi planlaşdırılır və bu bütün sahələri əhatə edəcək. Yəni, bütün sahələr üzrə biz həm fənlərimiz üzrə dərsliklərin hazırlanması, həm də yeni tədris proqramlarının hazırlanmasını qarşıya hədəf olaraq qoymuşuq. Çox gözəl hədəfdir. Çünki bəzən baxırsan ki, o proqramlarda kifayət qədər yad, həm musiqi baxımından, həm mədəniyyət baxımından kifayət qədər yad elementlər var. Yəni, bu milli mənəvi ruhda tərbiyə olunması üçün bunun da çox böyük əhəmiyyəti var ki, sən dərsliklərdən nələr oxuyursan, hansı melodiyalar, hansı əsərlər sənin diqqətinə verilir. Muraz müəllim, mənə elə gəlir ki, biz bugün kifayət qədər öz musiqi məktəblərinin inkişaf perspektivlərindən danışdıq. Çox sağ olun maraqlı söhbətinizə görə. Əziz dinləyicilər, Danışır Mədəniyyət verilişini dinlədiniz və bugün İncəsənət məktəb və mərkəzlərində təhsil sistemi mövzusunu müzakirə etdik. Verilişimizin qonağı isə Mədəniyyət Nazirliyinin Elm, Təhsil və Gənclərlə İş sektorunun müdiri Muraz Məmmədov idi. Aparıcınızsa mən, Aynur Kərimova. Növbəti həftədə eyni vaxtda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Asan Radio və Mədəniyyət Nazirliyi təqdim etdi. Danışır Mədəniyyət.